2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilmiş 1-ci MDO Yaşıl Kampus İdman Festivalı keçirilib. Bir xəbər medianın məlumatına görə gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji mədəniyyətin gücləndirilməsi, yaşıl düşüncə tərzinin formalaşdırılması və dayanıqlı kampus həyatının təşviqi məqsədi daşıyan festival regionun ən geniş miqyaslı yaşıl idman təşəbbüslərindən biri kimi böyük maraqla qarşılanıb. Festivalda Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti, tələbələr, magistrantlar, məzunlar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, peşəkar və həvəskar idmançılar, tərəfdaş qurumların nümayəndələri, şəhər ictimaiyyəti və media nümayəndələri daxil olmaqla ümumilikdə 3000-dən çox iştirakçı yer alıb. Festival çərçivəsində marafon qaçış, voleybol, futbol, üzgüçülüyü, velosiped yarışı, stol üstü tenis və eko yarışlar təşkil olunub. Yarışlarda universitetin tələbələri, əməkdaşları, məzunları, həmçinin tərəfdaş qurumların nümayəndələri fəal iştirak ediblər. Festivalın müxtəlif idman yarışları açıq hava və yaşıllıq mühitində təşkil olunub. İştirakçılar üçün ekoloji baxımdan təhlükəsiz və sağlam atmosfer yaradılıb. Yarışların sonunda qalib komandalar və fərdi iştirakçılar medal, kubok və xüsusi sertifikatlarla təltif olunublar.